Salam değerli izleyiciler, yine de sizinle 6. sınıf Rus bölməsi şagirdlərinin Azərbaycan dili dərsliyindəki tapşırıqları ilə dərslərimizə davam edirik. Artıq 112-ci səhifədəyik və bugün dinləmə mətnimiz var. İlk öncə gəlin dinləmə mətnimizə baxaq və dərsimizə davam edək. Dinləmə mətnimizin adı Sezardır. Miladdan öncə 100-cü ildə anadan olmuş Qay Yuli Sezar Romalı hərbiçi, siyasi lider və dünya tarixinin ən güclü şəxslərindən biridir. Roma imperiyasının yaranmasında əsas rol oynamışdı. Sezarla bağlı olan bir çox ifadələr tarixin yaddaşında qalıb. Brut sən də, püşk atılıb, geriyə yol yoxdur. Gəldim, gördüm, qələbə çaldım kimi ifadələr bu gün də zərb-i məsəl kimi bir çox dillərdə işlədilir. Lakin bu mətndə biz Sezar adının özü haqqında söhbət açacağıq. Eradan əvvəl 44-cü ildə Yuli Sezar sui-qəsd nəticəsində öldürülür. Beləliklə, böyük əziyyətlə yaratdığı imperiyanın imperatoru olmaq ona qismət olmur. Sezar öldürüldükdən sonra bacısı nəvəsi Qay Oktavian hökmdar olur. Dayısına qarşı böyük sevgisi olan Qay Oktavian adını dəyişərək Qay Yuli Sezar Oktaviana çevrilir. O, Romanın ilk imperatoru olaraq Avqust adı ilə hökmranlıq edir. Romanın sonraki 4 imperatoru da Sezar adı ilə tanındılar. Sezar və Avqustun nüfuzları o qədər böyük idi ki, sonralar bir çox xalqlar Sezar adını ali hökmdar tituluna çevirdilər. Yəni, Sezar sözü imperator sözünün sinonimi kimi işlədilməyə başlandı. Latın dilində bu söz kizar kimi tələffüz olunurdu. Germanlar bu tələffüzü qoruyub saxladılar və Kaiser kimi yazmağa başladılar. Alman dilində Kaiser imperator deməkdir. Rusiya hökmdarları isə sözü biraz dəyişərək əvvəlcə Kesara, sonra isə Çar çevirdilər. İlk olaraq bu ad rəsmi şəkildə 1547-ci ildə 4-cü İvan Grozno götürdü. Belə, indi keçirik tapşırıqlarımızın icrasına. Ümumiyyətlə, dinləmə mətnlərində həmişə biz qeydlər götürürük və həmin qeydlərimizə əsasən də gəlin tapşırıqlarımızı yerinə yetirək. Qeyd götürməklə Sezar mətni dinləyin və suallara cavab verin. Qay Yuli Sezar kim idi? Yuli Sezar nə üçün Roma imperiyasının imperatoru ola bilmir? Roma imperiyasının ilk hökmdarı kim olub? Qay Oktavi kim idi? Qay Oktavi nə üçün adını dəyişir? Sezar hansı sözün sinoniminə çevrilir? Gəlin, deməli, Qay Yuli Sezar Roma sərkərdəsi olmuşdu. İkinci sual, Yuli Sezar nə üçün imperator ola bilmir? Çünki o sui-qəsd nəticəsində öldürülür. Üçüncü də Roma imperiyasının ilk hökmdarı kim olmuşdu? Təbii ki, Qay Oktavian Avqust olmuşdu. Qay Oktavi Avqust kim idi? O, Yuli Sezarın bacısı nəvəsi və varisi idi. Qay Oktavi nə üçün adını dəyişir? Təbii ki, dayısına olan, daha doğrusu çox dərin sevgisinə görə öz adını dəyişir. O imperator titulu aldıqdan sonra adını dəyişib Avqust qoyur. Sezar hansı sözün sinoniminə çevrilmişdir? Təbii ki, imperator sözünün sinoniminə çevrilmişdir. Gəlin qeydlərimizi edək. Deməli, yazılarımızı qeyd etdim. Qay Yuli Sezar kim idi? Qay Yuli Sezar Romalı sərkərdə olmuşdu. Yuli Sezar nə üçün Roma imperatoru ola bilmir? Çünki o sui-qəsd nəticəsində öldürülür və taxta çıxa bilmir. Roma imperiyasının ilk hökmdarı kim olur? Roma imperiyasının ilk hökmdarı Qay Oktavian Avqust olmuşdu. Qay Oktavi kim idi? O Yuli Sezarın bacısı nəvəsi və onun varisi idi. Qay Oktavi nə üçün adını dəyişir? O imperator titulu aldığı üçün adını dəyişmişdir. Sezar hansı sözün sinoniminə çevrilir? O Sezar sözü imperator sözünün sinoniminə çevrilir. Belə, gəlin indi B tapşırığına diqqət edək. B tapşırığında uyğunluğu müəyyən edirik. Bir sütunda Roma imperiyasının bir sütunda verilən sözləri digərləri ilə əlaqələndiririk. Deməli, Roma imperiyasının yaradılmasına əsas rol oynamış şəxs, Roma imperiyasının ilk hökmdarı, Alman dilində imperator, Rus dilində hökmdar,
çar titulundan istifadə edən ilk hökmdar. Gəlin baxaq, ilk öncə Rom imperiyasının yaranmasına əsas rolu olan kəs olmuşdu. Deməli, Yuli Sezar. Deməli, Sezar C variantı. Roma imperiyasının ilk hökmdarı olmuşdu Qay Oktavi. Daha sonra Alman dilində imperator Kaiserdir. Yəni, Kaiseri də birləşdirək. Kaiserdir. Rus dilində hökmdar təbii ki, çar işarə olunur. Daha sonra çar titulundan istifadə edən ilk hökmdar isə D variantında verilən İvan Grozny olmuşdu. Gəlin növbəti C tapşırığının izahına baxaq. Tapşırığın izahına keçməzdən öncə belə bir qeyddə yazdım ki, ola bilər burada xətlərlə qarışıqlıq düşsün. Birinci variantımıza, daha doğrusu cümləmizə Ç, ikinci C, 3-də B, 4A, 5-də isə D söz izahları uyğun gəldi. İndi isə keçək C tapşırığına. C tapşırığında verilmişdir. Mesenat mətninə əsasən mesenat sözünün eponim olduğunu sübut edin. Gəlin sözlərin izahına baxaq, görək eponim nə deməkdir? Hər hansı bir addan, məsələn, ad, soyad, coğrafi ad və s. yaranmış sözlərdir. Deməli, gəlin bu eponim sözünə biraz da aydınlıq gətirək. Məsələn, ilk öncə keçdiyimiz bu dərsdən öncə mesenat mətnini keçmişdik və orada mesenat sözü tarixi şəxsin adı ilə, məsələn, Qay Silnius mesenatın adından yarandığı üçün eponimdir və bu C tapşırığında da mesenat sözünün məhz eponim olduğunu bu cür sübut edə bilərik ki, tarixi şəxsin adından götürülmüşdür. C tapşırığında verilmişdir. Mətndə aşağıdakı məlumatlara istinad edərək Sezar sözünün eponim olduğunu əsaslandırın. Gəlin buna tapşırığımıza baxaq. Burada ilk öncə Qay Yuli Sezar və Sezar salatının şəkilləri verilmişdir. Baxaq görək bunların hansı eponimdir. Təbii ki, burada Sezar sözü məhz Qay Yuli Sezarın adından, tarixi şəxsin adından götürüldüyü üçün, yarandığı üçün eponim olacaqdır. D tapşırığından baxırıq. D tapşırığında qrup işləridir. Qruplara ayrılaraq aşağıdakı sözlərin mənşəyi haqqında araşdırma aparın. Bu sözlərdən yaranan eponimlər haqqında təqdimat edin. Buyurun, deməli, birinci qrup Mercedes, İkinci Napolyon, üçüncü qrup Barbie, dördüncü isə Rentgen haqqında araşdırma aparacaq və öz qruplarındakı məlumatları təqdimat şəklində təqdim edəcəklər. Buyurun, bu tapşırığı sizə həvalə edirəm, çünki burada şəxsi fikirləriniz, şəxsi araşdırmanız lazımdır və tapdığınız məlumatları, öyrəndiyiniz məlumatları da mənimlə şərhlər bölümündə bölüşə bilərsiniz. Bugünlük dərs izahımız bu qədər. Növbəti dərs izahlarında görüşərik. Hər kəsə uğurlar, sağ olun.